Mən həyatımda otellərdə, bahalı otellərdə misal üçün qonaq olmuşum. Asminovdan tutmuş, nə bilim, dəvə ətindən tutmuş, ayı ətinə qədər də bizə deyirlər. Amma bu tarzda işləyən görməmişdim ki, özün əziyyət çəkəsən, özün eləyəsən, özün öz cibinin pulu ilə bir paketdən başlayasan. Bu Seyran qardaşımız elə başlayıb. Bir məkan yaradıb Neftçilər tərəfdə, çox gözəl yerdədir. Neonzad böyle bu tərəfdədir elə restoranın məkanı. Asminov, təzə asminov, təzə krevetkalar, yəni dəniz məhsulları məncə yemək istəyən, mən reklama görə deyəndə ki, yəni düzgün şeyi reklam eləyərlər. Məncə Seyranın yanına gəlməlidir. Həm qiymətinə görə, həm təmizliyinə görə, həm öz işi bacarır, öz işinin üzərində qalır, yeməyin dadına qədər baxır. Həm də da talış əli vardı, gəlindi bu damyaqda, harada turşun məsələsi varsa orada dad ləzzət var. Allah sənə can sağlığı versin. Seyran, yəni heç vaxt əziyyətə Allah yerdə qoymur. Hamı bilir. Kim əziyyət çəkir, Allah onu sevindirir. Allah bizi sevindirsin, çünki nəyə görə əziyyət çəkəni. Bir dost kimi də deyiləcək şeylərim də var idi. Hətta burada Bəhruz video çəkir. Gözəl müğənnidir. Səlyandan mən tək-tük müğənni görmüşəm. Amma sənin, yo, bir Naxçıvandadır az. Naxçıvanda ancaq vəzifə deputat nazircə çıxır, maşallah. Bir Səlyan tərəfdə balıq işinə baxıblar.